Salam əziz müəllimlər. Bugün hədəf müəllimlərin işə qəbulu 2022-ci ilin imtahanı suallarına baxacağıq. Demək, birinci sualda bizə deyir ki, COOH və efir verilibdir. Molyar kütlələrinin fərqi 42-dir və molekulunda olan hidrogen atomlarının sayını tapmamızı istəyir. İndi yazsaq ki, COOH. O birisi də COO-R1. Bax, efir turşudan nə qədər fərqlənir? Bu erlər bilirik ki, CnH2n+1 formuluna malikdir. İndi turşuda, bax bunlarda bu hissə, bir də bunu qeyd edeyim, bu hissə eynidir. Bunları ixtisar aparım. Bax, bu olur M-42, bu da olacaq onda M. İndi biz nə yaza bilərik? Biri digərindən R1 qədər fərqlənir. Həmin R1-imiz nəyə bərabər olacaq? R1 öncə formulunu yazdım. CnH2n+1 olacaq. Bir də ki, rəqəm olaraq nəyə bərabər olur? 42 və buradakı hidrogeni də nəzərə alaq. 43-ə bərabər olacaq R1 hissəsinin kütləsi. Bunu bərabər elədik 43-ə. Buradan tapıraq 14n+1 bərabərdir 43. N-imiz də bərabərdir 42 bölünsün 14, 3. N-i 3 tapdıqsa, indi molekulundakı olan hidrogen atomlarının sayı. R1-dəki hidrogen atomlarının sayı 3. Yazıram C3H7. RCOOH deməli, buradakı hidrogeni də nəzərə alsaq, görürükmü? Deməli, 7 çıxılsın 1 olacaq. 7 çıxılsın 1, yəni 6-ya bərabərdir. Onda yazırıq N+6. Keçirik ikinci sualımıza. Deməli, turşak turşusu verilibdir bizə. Parçalanması yazırıq. HOOCCOOH. Parçalandı. Bizə nə verir? Karbon qazı, dəm qazı və su. Sonra X-in natrium OH məhlulu ilə reaksiyası nəticəsində turş duzun alınması mümkündürsə, demək, onda bizim X-imiz olacaq CO2. Yazıram CO2 üstə gəlsin natrium OH. Buradan alıram natrium hidrokarbonat. Qeyd edeyim ki, CO2-miz X-dir. Bu zaman hansı ifadələr doğrudur deyir. X-in molekulu qeyri-polyardır. X molekulu CO2 bəli qeyri-polyardır. Y-in gürüldayıcı qazın tərkibinə daxildir. Bax, indi X də qazdır, Y də qazdır. Demək, ikinci qazımız CO olduğu üçün Y-imiz odur. Z-imiz avtomatik su olur. İndi Y gürüldayıcı qazın tərkibinə daxildir. Bu yanlışdır. Gürüldayıcı qaz hidrogen və oksigendən ibarətdir. Minus Z bəsit maddədir. Z-imiz su olduğu üçün mürəkkəb maddədir. Bu da yanlışdır. Yalnız bir A variantı doğru variant olacaq. Keçək üçüncü sualımıza. Bizə demək, ionlar verib. Protonlarının mol sayı, elektronlarının mol sayı. Yazaq. X üçün deməli 3 mənfi, protonlarının sayı A, elektronlarının sayı demək N verib. N-imiz nəyə bərabər olacaq? A minus mənfi 3, yəni A plus 3 olur. Bu qalsın bir kənarda. Y-imiz üçün nə veribdir? Deməli, protonların sayı B, yükü 2 mənfi və elektronlarının sayı M-dir. İndi M-ə nə yaza bilərik? M bərabərdir B minus mənfi 2, yəni B plus 2. Bu da oldu belə. Ondan sonra bizə deyir ki, M plus N 36'dır. Onu da yazırıq, bax, bu ikisinə aid. M plus N bərabərdir 36. O da nəyə bərabərdir? M plus N. Bax, bu ikisini toplayırıq. Bərabərdir A plus B plus 5. Buradan da bu hissədən tapıram ki, B bərabərdir. Deməli, 36 çıxılsın 5. Çıxılsın A, yəni 31 çıxaq A. Bu qalsın bir kənarda. Sonra isə yazıram. Üçüncü iyonumuz üçün Y4 müsbət. Protonlarının sayı B, elektronlarının sayı 0,8 A. 0,8 A nəyə bərabərdir? B minus 4. Onda gətirib B-nin yerinə 31 minus A-nı yazsam, yazaram ki 0,8 A bərabərdir 31 minus A minus 4. Buradan da A-nı tapmış oluram ki, A bərabərdir 15. Daha sonra bizdən B-ni müəyyən edin istəyir. B-imiz də bərabər idi. 31 çıxılsın A, yəni 31-dən 15-i, A-nı 25 yazırıq. 31-dən 15 çıxırıq 16. Doğru cavabımız Y variantı olacaq. Növbəti sualımıza baxaq. Dördüncü sualda, deməli, natrium OH və xlor. Natrium OH üstə gəlsin xlor. Alıram temperaturun təsiri. Natrium xlorid, natrium xlorat və su. Bunu necə əmsallaşdıraq ona baxaq. Deməli, xlor 0-dan xlor mənfi 1-ə keçib. Xlor 0-dan xlor müsbət 5-ə keçibdir. Müsbət 5.
plus 1 elektron, minus 5 elektron. Yerlərini dəyişirik. 5 yuxarıya, bir də aşağıya gətirək, misallaşdıraq. 5, 1, bu zaman xlor olur 3, natriumda olur 6 və suyun qarşısına da 3 düşür. İndi baxaq görək bizə nə deyir. 60 litr xlor natrium dioksid məhlulundan keçirilir. Əgər reaksiya daxilin xlorun 30% reduksiya olunarsa. Onda belə bir asılılıq yazaq ki, bax 6 xlor atomunda da 6 xlordan 5 reduksiya olunubsa, bəs yaxşı 60-dan nə qədər reduksiya olunur? X. Buradan X-imi tapıram ki, 50 litr. Aha, indi 30% reduksiya olunursa deyir, onda yazaq ki, demək 60-ım 100%, X-ım 30. Aha, X bərabərdir 18. Praktiki çıxımı istəyir, yəni 18 litr reduksiya olunur. Deməli yazıram ki, 50 100% isə əslində bu qədər axı reduksiya olunmalıydı. Bəs yaxşı 18-im neçə faizi var? X. Buradan da tapıram 36. 36%. Keçək növbəti sualımıza. Deməli burada Y variantı doğrudur. Növbəti sualımızda bizə nə deyir? Deməli kalium hidroksidin ortofosfat turşusu ilə reaksiyasının alınan duzları verib nisbi molekul kütlələrini demək qeyd edibdir. Yazaq. Deməli kalium OH üstə gəlsin H3PO4. Mən buradan 3 cür duz alacağım da. Deməli normal kalium 3 PO4. Sonra kalium 2 HPO4. Bir də ki alaram kalium dihidroortofosfat. Aha, bunu aldım. İndi mən baxıram ki A-38, A-76. Əgər bu duzların emirlərini hesablasaq, birinin digərindən fərqini görəcəyik. İndi ən çox kütləyə malik olan, bax budur. Yəni A qram olan kalium ortofosfatdır. Bu olacaq Y. Sonra baxıram ki, ən az kütlə A-76-dır. Bizdə də, bax bu sonuncu duzumuz A-76-dır, Z. Bu da olacaq avtomatik X. Sonra, indi deyir ki, cədvələ əsasən hansı reaksiyanın getməsi mümkündür? Birinci reaksiya, X-in yerinə kalium hidroortofosfat yazsaq, bu turşu ilə reaksiyaya girə bilər. Alırıq normal duz. Sonra, ikinci reaksiyada qələvi ilə də gedəcək. Qələvi ilə, yox, birinci reaksiyada normal duz yox, kalium dihidroortofosfat alalım. İkinci reaksiyada normal duz, kalium 3, PO4 alacağım. Yəni, birinci reaksiya gedir, ikinci gedir, sonra Z-in üzərinə H3PO4, Z-imiz turş duzu, bundan artıq turşlaşa bilməz, lor dildə desək, minus. Sonra Y-in üzərinə, normal duzun üzərinə qələvi gəlsək, reaksiya getməz. Bir də Y-in, demək, Y hansıydı? Y-in üzərinə özündən olmayan əsas gəlirik və alacağıq, demək, kalsium ortofosfat və kalium hidroksid. Bu reaksiyamızda gedər. Demək, 1, 2, 5 hansı variantdır? B variantı doğru variantımızdır. 6-cı suala gələk. Asimetrik karbon atomu olan doymuş alifatik aldehid verib bizə. Və karbon atomların sayı minimum. Onda aldehid qrupu birləşdirək. Bir dənə karbonat COH. Minimum deyirsə, bir hissəsi olsun H. Digərinə metil. Digərinə isə etil birləşdirək. C2H5. Bunu belə yazsaq. Reduksiya məhsulunda polyar rabitələrin sayı. Reduksiya məhsulumuz da bizim olacaq. Demək, spirt. Yazıram. H2OH-da da C, H2OH, onda belə yazaq. OH, H2-ləri də bu şəkildə birləşdirsək. Polyar kovalent rabitələrin sayı da, demək, hansı rabitələrdə? Bax, bu hidrogenlərin sayını götürürük. Hidrogenləri götürürük. Karbonla oksigen, oksigenlə hidrogen arasında olan rabitələri götürəcək. Ümumilikdə bizə nə qədər verir? 5, 3, 8, 9, 10, 11, 12, 13. 13 rabitəmiz yaranmış olacaq. Y variantı doğru cavabımızdır. Keçək növbəti, 7-ci sualımız. Naməlum amin turşunun amin qrupunun vəziyyətinə görə alfa, beta, qamma izomerləri var. Amin turşudan alınan tetrapeptidin bir molekulunda olan atomların sayı. Alfa, beta, qamma varsa, bax yazırıq. COOH. COH yazdıq. Deməli, bu olsun alfa, bu olsun beta, bu da olsun qamma. Alfaya da NH2 qrupu birləşdirək. Hidrogenlərin sayını da düzəldim. Deməli, H, H2, H3. Aha, tetrapeptid əmələ gəlir. Deməli, ümumilikdə nə qədər atomumuz var? Deməli, 4 dənə karbon, 16.
4'ü vururuq 16'ya. Tetrapeptidin əmələ gəlməsi üçün. Tetrapeptid əmələ gələndə də 4 molar turşu reaksiyaya girirsə 3 molda su ayrılır. 3 mol suda nə qədər atom var? 3 vurulsun 3 eləyir 9. Demək 4 vur 16 çıxaq 9 atom. Bu da bizə verəcək 55. 55 doğru cavabımız A variantı olacaq. 8-ciyə baxaq görək. Demək, kütləsi 5 qram olan dəmir lövhə, sıxlığı 1,112 qram kub santimetr olan 50 ml 15% miski sulfat məhlulunda müəyyən müddət saxlanılmışdır. Öncə bir tapaq demək, R'muz 1,112, V'miz 50 milli və M'miz də bax, M bərabərdir R'o V. Bu da bərabər 1,112 vurulsun 50-yə, bizə verəcək 56 qram. İndi sonunda tapaq ki, 56 qram 15% miski sulfat məhlulunda neçə qram mis2 sulfat var. Burada yazaq 56 100-sə, x-ım 15-dir. Buradan x tapırıq ki, x bərabərdir 8,4. Sonra reaksiyamızı yazaq. Ferium üstə gəlsin kuprum SO4, alıram ferium, yəni dəmir 2, sulfat və kuprum. Və burada deyir ki, dəmir lövhəni məhluldan çıxarıb çəkdikdə onun kütləsi 5,116 qram olmuşdur. Və 5 qram dəmir reaksiyaya girib. Sonra kütlə olub 5,16. 5,16-dan çıxsaq 5-i artımı tapaq da 0,16 qram artım olub. İndi bizdə əslində 56 qram dəmir reaksiyaya girəndə 64 qram mis alınır da. Artımımız nə qədərdir? 8 qram. 8 qram artım. Burada isə 0,16 qram artım olubdur. İndi belə bir tənasüb yaza bilərik ki, bax, tapdığımız mis 2 SO4-də 8,4 qramdır. Tapaq ki, bax, 8 qram reaksiyaya girəndə, daha doğrusu 8 qram artıq qalanda 160 qram mis 2 SO4 reaksiyaya girirsə, bəs yaxşı 0,16 qram artım olsa nə qədər mis 2 SO4 reaksiyaya girer? X-i tapıram ki, buradan 3,2. Deməli, bu 8,4-ün 3,2-si reaksiya sərf olunub, 3,2-si. Və çıxanda qalır 5,2. 5,2 qramı da məhlulda qalıb. Doğru cavabımız B variantı olacaq. Keçək növbəti sualımıza. 9-cu sual. Kalsiumla sulfat turşusu arasında reaksiya baş tutub. Deməli, reaksiya üçün götürmüş kalsium miqdarını molla hesablamamızı istəyir. Gəlin reaksiyanı yazaq. Kalsium üstə gəlsin H2SO4. Aldım kalsium sulfat. Üstə gəlsin H2S və su əmsallaşdıraq. Deməli, kalsium 0-dan kalsium müsbət 2-yə keçib. Ondan sonra kükürt müsbət 6-dan kükürt mənfi 2-yə keçib. Minus 2 elektron plus 8 elektron ixtisar aparıb. Yerən dəyişib yazıram. Deməli, 2, 8, 4-ün 1-i. Gətirək yerinə yazaq hamısını 4, 1. Demək, H2SO4-ün qarşısına 5, kalsiyuma 4 və suya 4. İndi bizə deyir ki, götürülən kütlələr bərabərdir. Bax, kalsiyuma da A verib, sulfat turşusuna da A verib. Bizim nə qədər əslində reaksiyaya sərf olunur kalsiyumumuz? Bax, 4 vurulsun 160 qram və 5 vurulsun 98 eləyir 490 qram. Kütlələri bərabər götürsək, 160 bu əmsallaşmanın bir dəqiqə bunları aşağıya salım. Rahat hesab aparaq. İndi biz belə bir hesab işi aparaq da. Bax, hər ikisini 490 götürsəm. Nə görürük? H2SO4 tamamilə sərf olunacaq və kalsiyumdan artıq qalacaq. 490-dan 160-ı artıq qalır. Daha doğrusu 160 sərf olunur, yerdə qalanı artıq. İndi burada da bizdən soruşur ki, reaksiya üçün götürülmüş kalsiyum miqdarını hesablayın. Yəni bizə lazım deyil, nə qədər artıq qalır. Reaksiyamıza 490 götürdük. Nə vaxtı? 8 demək, elektron oksiləşdirici qəbul edən zaman. Burada isə 16 elektron qəbul edir. İndi yazıram, belə bir asıllıq quram ki, oksiləşdiricimiz kükürtdür də, bilirik, mənfi, müsbət 8. Yazım, 8 elektron qəbul edəndə 490 qram kalsiyum götürmüşəm. 490-ı da çevirsək, deməli, mola bölək 40-a bizə verəcək 12,5. Molla birbaşa elə həll edeyim. 8 elektronda 12,5 mol kalsiyum götürmüşəm. Yaxşı, 16 elektron qəbul etsə, nə qədər kalsiyum götürmüş olaram? Buradan da tapıram ki, 24,5. B variantı doğru cavabımız olacaq. Keçək növbəti sualımıza. Demək, qapalı qabda 3 mol NO və 2 mol oksigen, deməli, tarazlıq sabiti 1,6-ya bərabər olan
NO plus oksigen alınır. NO2 reaksiyasına daxil olur. BST qeyd edirəm. BST deməli 3 NO-dan 2 oksigendən. Aha. Demək, tarazlıq anında qabda olan qaz qarışığının hidrogenə görə nisbi sıxlığı 19,25-dir. Hidrogenə görə nisbi sıxlığının 19,25 olması M-ortanı tapmamıza kömək olacaq. Vurur 2-yə, bu da bizə verir nə qədər verir? 38,5-i. Aha, bu qalsın. Sondakı qaz qarışığımızın M-ortasıdır. İndi hesab eləyək ki, reaksiya əmsallara uyğun yazıram da. Bax, 2A qədər NO sərf olunanda A qədər oksigen sərf olunacaq və 2A qədər də NO2 alacağım. Artıq qalan NO nə olacaq? 3 minus 2A. Oksigenim isə 2 minus A olar. Bu zaman gəlin M-ortanı yerinə yazaq artıq. M-orta bərabərdir 38,5. O da bərabərdir. Deməli, 3 minus 2A vurulsun 30. Üstə gəlsin 2 minus A vuraq 32, üstə gəlsin 46 bəli 14, 32, 46 vurulsun 2A. Bunlar hansıdır? Bax, bu bunun emeridir. Yəni yerinə yazdım hamısının molunu. Aha, emerlərinə vurdum. Və bölürük mollar cəmini. Yəni 3 minus 2A plus 2 minus A plus 2A bizə deməli nəyi verir? 5 çıxaq A-nı. 5 çıxaq A-nı. Buradan da A-nı tapıram ki, A bərabərdir 1-ə. A-nı 1 tapdımsa, artıq reaksiyanın getdiyi qabın həcmini tapa bilərəm. İndi K nəyə bərabərdir? K-nı qeyd edirəm. K bərabərdir. Başdan dedi ki, 1,6-ya. O da nəyə bərabər olacaq? Məhsulun öncə 2A-nı gəlin tapım, daha rahat olsun. Deməli, bunun yerinə 2 aldıq. 2 minus A-nın yerinə 1 alırıq. 3 minus 2A-nın yerinə də deməli 3 minus 2 aha 1 verir. İndi yazıram. Məhsulun molu, yəni qatılığı, qatılıqda nəyə bərabərdir? 2 bölünsün V. Sonra başlanğıc maddə, bunun kvadratı. Başlanğıc maddələrdən NO, yəni 1 bölünsün V-nin kvadratı vuraq. 1 bölünsün V. Buradan da V-ni tapsaq, bax bu V-lər ixtisar gedəcək. Demək, 2-nin kvadratı bölünsün V. Bax, yazırıq 1,6 bərabərdir. 2-nin kvadratı deyir 4. 4 bölünsün 1 bölünsün V. Yəni 4V yaza bilərəm də. Buradan da V bərabərdir 0,4-ə. Demək, doğru cavabımız olacaq D variantı. 11-ci sualımıza baxaq. Birinci sualda metanın parçalanması reaksiyası verilibdir və sxemə əsasən metanın mol miqdarını müəyyən edin deyir. Yazaq. CH4. Üstə gəlsin su. Alıram CO, üstə gəlsin H2. İndi bunu əmsallaşdırsaq. 3 bura yazsam bəsdir. Sonra CH4 parçaladım. C2H4, üstə gəlsin H2. CH4 1500 dərəcədə də C2H2 1500. Alıram hidrogen. İndi bunu əmsallaşdırsaq neyini? Biz görürük ki, hər birində x mol H2. İndi x-i 3-ə bərabər etsək, hər birindən 3 mol almaq üçün, bura 3 yazsam, buna da 3 yazacağım. Və artıq 1,5 olacaq. Sonra 3 mol hidrogen almaq üçün, bura elə deməli 2 yazırıq, bəs eləyir. Aha, indi istəyir ki, bizə sxema əsasında metanın mol payını müəyyən edin. Ümumilikdə nə qədər metan sərf olundu, nə görürük? Bax, 1 mol birinci reaksiyada, 3 mol və 2 mol. Birlikdə bizə verir 6 mol. İndi x ilə əvəz etsək, x-i 3 qəbul etdik axı. 6 bərabərdir. Deməli, 2x yazsaq, x-in yerinə də 3 yazanda həqiqətən 6-nı verir. 6 bərabərdir 2x. Deməli, doğru cavabımız D variantı edəcək. Gəlirəm növbəti sualımıza. Sıxlığı 1,25 olan 20% kalsium bromid məhluluna olan brom ionlarının molar qatılığını müəyyən edin. Bromumuzu 1,25 verib. V-ni də 1000 götürürük. V 1000 milli. Yəni 1 litr üçün də. Rho da bərabərdir 1,25 yazdım. Buradan M-i tapsam, M bərabərdir Rho V. O da bərabərdir 1250 qram. İndi 1250 əgər 100% isə x-ım 1250 100%dirsə
X-ım 20%dir qeyd edək. X bərabərdir tapırıq ki 250. Yaxşı. Reaksiyamızı yazaq. Kalsium bromid. Aldım kalsium 2 müsbət. Üstə gəlsin 2 mol brom mənfi. İndi kalsium bromidin emeri 200'dür. 200'dən 2 mol brom alınır. 250'dən nə qədər brom alınır? X. X'ını da tapıram ki 2,5 mol brom alınar. İndi 2,5 mol 100%'lik dissosiasiya ilə alınır. Aha, 2,5'im 100 isə X'ım 80. 80% olsa nə qədərdir? Tapaq. Buradan da 2. Aha. İndi C də bərabərdir. N bölünsün V düsturundan. N-ün yerinə 2 yazsaq. 2 bölünsün. V-də 1 litr qəbul etmişdik. 1 bərabərdir 2-yə. Bu da bizdə B variantı eləyəcək. Növbəti sualımıza baxaq. Naməlum alkanın 1 molunun tam yanmasından alınan məhsulların kütləsi bu alkanın nisbi molekul kütləsindən 256 qram çoxdur. Alkanın %25 molunun tam yanması zamanı oksiləşdiricinin aldığı elektronların sayını müəyyən edin. Alkanı yazıram. CN H2N plus 2. Üstə gəlsin oksigen aldım CO2 və su. CO2'nin qarşısına N, burada N plus 1 yazıram. Oksigene də yazacağım ki 3N plus 1 bölək 2. Bax, alkan məhsullardan nəyə görə 256 qram azdır? Ona görə ki burada oksigen reaksiya girir. Deməli reaksiya girən oksigenin kütləsi 256 qramdır. Aha. Bax 256-nı bölək 32-yə. Tapıram ki, demək 8. 8 mol oksigen reaksiyaya girib. Onda belə bir elektron keçidi qeyd edilib. Oksigen 0-dan oksigen ikisinə birini götürüm də. Demək mənfi 2-yə keçib. Onda yazıram ki oksigen 0, oksigen mənfi 2, 2-ni nəzərə alırıq. Minus 2, demək minus 2, daha doğrusu plus 2 elektron. Yəni vurulsun 2. Bu da bizə birlikdə nə qədər verir? 4 elektron. Bax 4 elektron 1 mol oksigenin dərəcəsinin dəyişməsindən olan keçiddir. İndi yazıram ki, bəs yaxşı 8 olanda nə qədər olursa? Əmsal 8 oluraq. 8-i vururuq 4-ə. Bu da bizə verəcək 32. İndi asıllıq quraq. Əgər 1 mol alkan deməli yanması zamanı 32 elektron keçidi baş verirsə, 0-dan %25 mol alkanda nə qədər keçid olar? X. O da 8 mol olur. Deməli, doğru cavabımız 8 ENA D variantı olacaq. Baxaq növbəti sualımıza. Həll olma əmsalı 600 qram bölünsün litr olan qələvi metalın nitrat dozunun 400 qram 24% məhlulu verilib. Məhlul elektroliza uğradıqda doymuş hala gələrkən elektrodlarda ayrılan qazların həcmini hesablayın. Demək, 400 qram 24% 600 qram bölünsün litr olan qələvi. Gəlin onda 400 qram 24% məhlulda nə qədər duz var, onu tapaq. 400'üm 100, X'ım 24, X'i tapacağım ki 96 qram duzumuz var. Duz. İndi 400'dən də çıxaq 96'nı, yəni 400'ü belə təsvir etsək, 96'sı duzdursa, çıxanda 96'nı verir 304 qram suyumuz var. Onda həll olma əmsalda deyir 600'dir. Yaxşı, 1000 qram suda 600 qram maddə həll olur. 300, deməli yox, X'da da 96. Aha. Tapıram ki 160 qram su əslində bizə lazımdır ki doymuş hala gəlsin. Demək 304'dən, bizim 304 qram suyumuz var. 304'dən 160'a çıxıram. Deməli 144 qram burada artıq su var. Həmin suda elektroliza uğrayacaq. Yazıram. Su aldım. 2 mol hidrogen, 1 mol oksigen, 2 mol sudan. Demək 36 qram sudan qazımızın 2 mol oksigen, 1 mol oksigen, 2 mol hidrogen birlikdə 67,2 litr eləyir. 36'dan 67,2 litr alırıq. 144'dən nə qədər alarıq? X də bizə verəcək 268,8 litr. Doğru cavabımız olacaq D variantı. 15-ci sualda kükürt üçün hansı ifadələr doğrudur? Təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Birləşmələr şəklində həm birləşmə, həm də sərbəst şəkildə rast gəlinir kükürdə. Bu yanlışdır.
Sonra tipi də tətbiq olunur. Doğru. Xlor və oksigen ilə reaksiya zamanı oksidləşir. 2 üstə gəlsin xlor. Alıram S2, xlor 2. Deməli, xlor 0-dan xlor müsbət 1-ə keçir. Bu da bizdə olacaq reduksiya edici. Yəni oksidləşir. Bu doğrudur. Oksigenə də baxaq. Oksigen oksidləşdiricidir. Kükürt də reduksiya edicidir. Müsbət 4. Oksidləşir həqiqətən də. Bu doğru variantdır. Suda karbon disulfiddə həll olmayan bərk maddədir. Suda həll olmur. Karbon disulfiddə həll olacaq. Fosforla reaksiyaya daxil olmur. Bu yanlışdır. Demək bizdə nə oldu? 2 ilə 3 doğru cavabımız B variantı olacaq. Gələk 16-cı suala. Glukozanın qıcqırmasını verib 3 məhsul alınır. 3 məhsul bizdə nə olar? Yağ turşusu, C3H7, COOH. Deməli, CO2 və hidrogen olacaq. Bu belə hələ qalsın görək hansı XY-dir bilmirik. Sonra M ilə L reaksiya girir. Spirt, etil spirti əmələ gətirir. Bizdə nə olar? C2H4 və su. Bu bizə etil spirtini verəcək. C2H5OH və 425 dərəcədə katalizator iştirakı ilə parçalanmasından divinil. C. Divinil, sonra hidrogen və su almış olarıq. İndi hansına uyğundur? Bax, elləri görürük. Solda və sağda ellər var. Deməli, bizim elimiz sudur. Bax, bu. Altına qeyd edirəm. El suyumuzdur. Sonra avtomatik M etilin olacaq. Sonra nə edə bilərik? Onda bax, yuxarıdakı və aşağıdakı reaksiyada eyni məhsulumuz hidrogendir. Divinin alınmasında. Deməli, hidrogen var. Bir də ki, qıcqırmada. Hər ikisində Z. Ortaq məhsulları Z-dir. Deməli, Z-imiz elə hidrogen imiş. Z hidrogendirsə, indi baxırıq burada deyir ki, deməli, M-dən M-in yanmasından 0,5 A qədər CO2. M-imiz C2H4-dür də, C2H4. Bunun yanmasından 2 mol CO2 alınır. İndi bu 2-ni bərabər etsək 0,5 A-ya. A da bərabərdir 4-ə. Və Y-ın yanmasından 4 mol, yəni A qədər CO2 alınır. Baxıram, Y-ımız harda axtaracaq? Birinci reaksiyada da. Bax, bizdə qalan CO2 ilə yağ turşusudur. Hansından 4 mol CO2 alınacaq? Təbii ki, yağ turşusunun. Avtomatik, deməli, Y yağ turşusu olur. Onda CO2-miz isə X olur. Bizdən istədiyi nədir? Baxaq görək. Divinili də qeyd eləyək. Divinimizdə T maddəsi olur. Baxaq görək. Deməli, X oldu CO2, T'miz divinil və M-imiz C2H4. Bax, D variantı doğru variantımız olacaq. Baxaq növbəti sualımıza. 17-ci sual da nədir? Kimyəvi rabitələrin yaranmasına iştirak edən S orbitallarının sayı, pi rabitələrin yaranmasına iştirak edən P orbitallarının sayından 3 dəfə çox olan kumülə olunmuş alkaden molekulunda sp3 hibrid orbitallarının sayının sterol molekulunda olan qeyri-hibrid P orbitallarının sayına olan nisbətini hesablayın. Kumülədirsə, bax, bu şəkildədir, quruluş. Burada P orbital nə qədər olacaq? Bax, P'lər burada P rabitələrin yaranmasında iştirak edən. Bax, belə bir şey qeyd edək. Əgər P bərabərdir 4-dürsə, onda S nədir? S deyir ki, ondan 3 dəfə çoxdur. S-imiz 12-dir. Onda biz bu molekulumuzu yazaq. CN H2N minus 2. S orbitallarının sayı 12-dirsə yazıram. 2, yəni hidrogen sayıda 2N minus 2 bərabərdir 12. Bu da N bərabərdir 14, N bərabərdir 7-yə. N 7-dirsə, molekulda 3 dənə karbon, bizdə sp2, sp hibrid vəziyyətindədir. Yerdə qalanı sp3-dür. Demək, 7-dən çıxıram 3-ü. Mənə sp3 hibrid vəziyyətində olan karbon atomlarının sayını verir. Orada da orbital sayını tapsam, hər karbonda 4 dənə sp3 hibrid orbital əmələ gətirək. 4-ü vurum 4-ə. Bu da verir 16. Yəni, bunu belə başa düşməsəz, gəlin molekul şəklində yazam. Yazıram CH2. CH, CH2, CH2, CH2,
Deməli H3 7-dən oldu mu? 2, 4, 6, 7. Aha, hidrogenlərin sayını da hesablayırıq. Görürük. 12-ni verir də bizə. 2, 3, 7, 9 və 12. Bax, görürük mü? Bax, bu 4 karbon sp3 hibrid vəziyyətindədir. Yerdə qalanı isə sp3 göstərmir də. 4 karbon hərəsi də 4 dənə əmələ gətirdiyi üçün 4-ü vuruq. 4-ə 16. İndi bizə deyir ki, bu 16 stirol molekulunda olan qeyri-hibrid p orbitaların sayına olan nisbətini tapın. Stirolumuzu yazıram. Stirol. CH2. Qeyri-hibrid p orbitalları deməli benzol həlqəsində 6 dənə 6p üstə gəlsin. Bax, bu 2 qat rabitə, yəni pi rabitənin əmələ gəlməsində 2 dənə p iştirak edir. 2p-ni də gəldim 8. Aha, deməli sp3-ün sayı 16 bölürük 8-ə, tapırıq ki 2 dəfə çoxdur. Deməli B variantı doğru cavabdır. Növbəti 18-ci sualımıza baxaq. 1 mol karbohidrogen, başlanğıc maddələrin mol miqdarı X, reaksiya məhsullarının mol miqdarı X plus 2. Kimyəvi rabitənin yaranmasında iştirak edən orbitalların sayını müəyyən edin. Karbohidrogen bilmirik nədir? CaHB yazıram və yanma reaksiyasını yazaq. Oksigen alıram. CO2 sizə gəlsin. Su. Əmsallaşdırsam bura bir A yazaram. Bura 0,5B yazsam. Oksigen qarşısında da 2A plus 0,5B bölək 2 olur. İndi nə yaza bilərəm? Başlanğıc maddə. Yəni 1 mol karbohidrogen plus 2A plus 0,5B oksigen yazıram da. Bölünsün 2 bərabərdir X-a. Sonra məhsulda da yazıram A plus 0,5B su ilə karbon qazı versin X plus 2-ni. Buradan X-i tapsam X bərabərdir A minus A plus 0,5B çıxılsın 2. Sonra bu tənliyi, birinci tənliyi, yəni bunu sadələşdirsək, yazaram ki, ortaq mənriz 2 götürsəm, burada yazaram 2 plus 2A, sizə gəlsin 0,5, burada B-ni unutmuşam, B bərabərdir 2X. X-in yerinə də gətirib, bax, bu ifadəni yazıram. Onda alıram ki, 2 plus 2A plus 0,5B bərabərdir 2 X yazsam yerinə, deməli 2A üstə gəlsin B, çıxaq 4. 2A'larım ixtisar gedir. Yazıram ki, deməli B-dən 0,5-i çıxanda 0,5B qalır. 0,5B bərabərdir 6-ya. B də bərabərdir 12-yə. B-ni 12 tapdım, yəni hidrogen atomlarının sayını tapdım. İndi rabitənin yaranmasında iştirak edən s orbitalların sayını istəyirik. Ümumiyyətlə s orbital elə hidrogen sayını göstərdi. CaH B yazmışdıq. B-nin yerinə 12 yazıram. Deməli s orbitalların sayı elə 12-yə bərabər imiş. Y variantı doğru cavabımızdır. Keçək növbəti sualımıza. 19-cu sualda deyir ki, dimetil amonium xlorid molekulunda kovalent rabitənin əmələ gəlməsində iştirak edən elektronların neçə faizi donor atomuna aiddir? Yazıram dimetil amonium. Amonium xlorid deyirsə, deməli H xlor birləşib də NH2 xlor. Kovalent rabitələr hansıdır? Deməli hidrogenlərin sayı 6, 7, 8, buradakı hidrogen də 10. Deməli 10 kovalent rabitəmiz var. Neçəsi donor atomuna aiddir? Baxırıq, azota aid olanları qeyd edeyim. Demək, bu hidrogenləri açıq yazsaq, hidrogenləri açıq yazsam, H-ın birini bura yazaq, birini də bura, biri donor akseptordur da bunun. Birini donor akseptor qeyd edirəm. Baxıram, azota neçəsi aiddir? Bax, 1, 2, bunlar mübadilə ilə əmələ gələnlərdir. Donorun donor akseptor rabitəsinin ikisi də azota aiddir. Demək, ümumilikdə 5 elektron azota aiddir. İndi 10 rabitəni vururam 2-yə, 20 elektron eləyir. 20 elektronun da 5-i azota aiddirsə, yazıram 20'm 100%'dir. 5'im X da bizə verəcək. 5'də deməli 5 25%. 25%. A variantı doğru cavabımız olacaq. Keçək 20-ci suala. Deməli 20-ci sualda deyir ki
A2 B3 birləşməsi verib və A-nın kütləsinin B-nin kütləsinə olan nisbəti x-dır. Y qram A-nın B ilə tam reaksiyasında maksimum neçə qram A2 B3 almaq olar? Bu məsələni necə yazaq? Öncə onlar arasında baş tutan reaksiyanı təsvir etməyə çalışaq. Deməli, A plus B aldım. A2 B3. Bura bir 2 yazaq, bura bir 3 yazaq. İndi deyir ki, birləşmədə A-nın kütləsinin B-nin kütləsinə olan nisbəti. Yəni A nə qədərdir? 2A-dır da. Yazıram 2A. B-nin kütləsi nə qədərdir? 3B-dir də. 3B-yə nisbəti bərabərdir X-a. Buradan 3B nəyə bərabər olacaq? 3B bərabərdir 2A bölünsün X. Bəs A nəyə bərabər olar? Daha doğrusu 2A nəyə bərabər olar? 2A da bərabərdir. Demək 3 BX. İndi görə bunun ikisindən birini istifadə edəcək. Görək necə davam edirik. Deyir ki, Y qram A reaksiyaya girir və 3B-nin yerinə də gətirək. Bax, elə bu tapdığımız 3B bərabərdir 2A bölünsün X yazıq. 2A bölək X-ımız olsun B-nin yerinə. Mən yaza bilərəm də artıq ki, 2A bərabərdir Y. 2A bərabərdir Y. Verilənlərə əsasən. Onda A2 B3-ün kütləsini tapmaq istəyirəm. 2A-nın yerinə deməli elə 2A-nı qeyd edirəm. B-nin yerinə də qeyd edəcəm ki, 2A bölünsün X 3B-nin yerinə. Sonra A-nın yerinə yazıram Y. Burada yazdıq axı 2A bərabərdir Y. Y plus 2A bərabərdir Y olduğu üçün bu A-nın yerinə də Y qeyd edirəm. Bölünsün X. Buradan da ortaq məxrəc X götürürəm. X bərabərdir. Deməli YX plus Y. Bu Y-i də mötərizə xaricinə çıxarsam, burada nə almış olurum? Y mötərizədə X plus 1 bölünsün X. Bu da bizim hansı varianta uyğun gəlir? Demək, Y variantına uyğun gəlir. Sınağın ardını növbəti videoda paylaşacağım. Sağ olun.